Müəllimlərdən, işə götürənlərdən, elə ən çox da tələbələrin özlərindən belə bir söz eşitmək olar. Bakalavriat natamam ali təhsildir. Bakalavriat bitmiş ali təhsil sayılmır və təhsilinin bütöv, tam, hərtərəfli olmaq üçün mütləq magistr təhsili almalısan. Bu cəfəngiyata bir son vermək lazımdır. Çünki 833 sayılı Azərbaycan Respublikasının təhsil haqqında qanununun 22-ci maddəsində deyilir: bakalavriat bitmiş ali təhsildir və bakalavr ixtisası üzrə bakalavriatı bitirənlərə ali peşə ixtisası verilir. Hər bir bakalavr təhsili almış insan tam və bütöv şəkildə öz ixtisasına, peşəsinə yiyələnmiş və həmin sahə üzrə tam ali təhsil almış bir insandır. Magistratura isə yalnız hansısa bir ixtisas və peşə üzrə elmi tədqiqat və elmi pedaqoji işlə məşğul olmağa icazə verən bir təhsil səviyyəsidir. Sizə məsələn lazımdırsa, ali təhsil müəssisəsində tələbələri dərs demək, hansısa laboratoriyadan patent almaq, hansısa elmi tədqiqat işində özünüzü dərinləşdirmək, yalnız o halda magistratura təhsili almalısınız. Bunlar hər üçü, bakalavriat, magistratura və doktorantura səviyyələri ayrı-ayrı elmi ixtisas səviyyələri nəzərdə tutulur. Ancaq bütöv təhsil qanununun içində bir dənə də olsun belə natamam sözü yoxdur. Natamam sözünə biz başqa yerdə rast gələ bilərik. Bakalavr pilləsində dövlət attestasiyası haqqında əsasnamədə, Təhsil Nazirliyinin 54 saylı qərarında 16-cı bənddə deyilir: yekun imtahanlarından və yekun buraxılış işindən qeyri-müvəffəq qiymət almış tələbələrə akademik və natamam ali təhsil haqqında arayış verilir. Yalnız o halda, 4 illik təhsilinizi bitirmədiyiniz halda siz natamam ali təhsil almış sayılırsınız. Cəfəngiyatlara uymayın. Diplomunuz varsa təbrik edirəm. Siz tam ali ixtisas təhsilinə malik şəxssiz.